Portuqaliyanın Madeira adasındayıq. Bu gün planımız bu adanın ən yüksək zirvəsi olan Pico Ruivo'ya qalxmaq idi, amma hər şey istədiyimiz kimi getmədi. Kafedə təsadüfən tanış olduğumuz yerli bir dayday bizi bir növ tərəddüdə saldı. Günümüzə bu adanın ən qədim mistik meşəsi olan Fanal meşəsindən Fanal Forest'də. başlayırıq. Gördüyünüz kimi hava dumanlıdır. İndi meşəyə doğru irəliləyirik. Görək bu mistik meşə nə olan şey. Yollarımız biraz narahatdır. Həmişə belə yağışlı, dumanlı olur. Buranı əslində elə gözəlləşdirən də odur. Həm də ki, sözsüz, bu 500 illik, 1000 illik qədim ağaclar. Bunların qədim belə forması bu meşəni elə xüsusiləşdirən faktlardan biridir. Siz uzaqdan görə bilərsiniz. Bəzi ağacların ətrafını bağlayıblar setka ilə belə. Yəqin ki, o qorumaq məqsədi daşıyır ağaclarını, heyvanlarla falan. Gördüyünüz kimi ətrafını bağlıdırlar. Çox qəribə forması var. Siyərfini oxuyur. Ağac elə belə əlini uzadır. Orada bir xanım var. Xüsusi geyimi var üzərində də ağ paltarla. Fotoqrafla şəkil çəkdirirlər. Yəni, başqa da uzun məsafəni qət edib belə buna görə gələn insanlar var bura. Hansı ki, məncə dəyər. Həqiqətən çox gözəl bir, çox fərqli bir mənzərədir. Burada adam tək qalsa qorxar yəni. Biraz hal-hazırda gözəl görsənir, amma birdən-birə özünü burada tapsan məncə bir vahiməyə düşərsən. Meşənin sakinləri qonaqpərvərdir yoxsa yox. Görə tər qarşılayırlar məni. Obrigada, obrigada. Salam əleykum. Qorxma gör belə. Qonaqpərvər görünməli. Burada da xanım qız ağappaq giyinib. Fotoqraf da var yanında. 200 metr lensi ilə bomba şəkillər çəkir məncə bu dəqiqə. Ölür elə soyuqdan. Amma özün qurban qəşəng şəkillər üçün. Bizim uşaqlarda inək görməyiblər, inəklə şəkil çəkdirirlər. Əsl Instagramlıq yerdir bura. Gəlin qəşəng şəkillər çəkdirin. Meşə barədə təəssüratlarım. Əziz izləyicilər, məncə bilmirəm kamerada necə görünəcək. Amma məncə gözlə görəndə tamam belə heç vaxt yaşamadığın hisslər yaşayır. Və deyərdim ki, kinoda hiss eləyir imtahan özünü. Çox rus var. Ruslar dəhşət çoxdur burada. Bayaqdan elə ancaq rus dili işləyir. Dumanın içində idi ya, su olub hər yerimiz. Açıq falan. Həmin sudur. Anar, nə düşünürsən meşə barədə? Xoşuma gəldi. Qəşəngdir. Bir dənə burada olsa meşəbəyə çatışma. Deyəsən meşədən çıxır elə. Bilmirəm heç Witcher serialına baxmısınız ya yox, amma oradakı meşəliklər oxşuyur. Ağaclar ən azından həqiqətən fikir versəz, baxın. Tarzan meşəsində elə. Arigato, shingayo. Biraz Asiya meşələrini. Ay, sağ ol. Hə. Biraz mən Amazona da oxşadıram. Dəhşət gözəl yollarla bu dəqiqə gedirik. Ayaqqabılarımız möhtəşəm vəziyyətdədir. Buranı yaxşı doj elədik. Axır ki 4 kilometrdən sonra gəldik çatdıq bu möhtəşəm mənzərəyə. İşte görüm. Deməli, dumanlı meşədən çıxdıq. Gəldik hal-hazırda. Belə bir yerdəyik. Biraz dedi istirahət eləyək. Belə yol üstü Madeira stolovasındayıq. Burada Madeiralıların xüsusi yerli bir dənə sendviçindən yoxlamaq istəyirik. Adı deyəsən Pregodur, dəqiqləşdirərəm. Göstərəcəm sizə birazdan.
Yəni də kofe içək, özümüzə gələk, enerji lazımdır bizə. Niyə? Çünki yolumuz Madeiranın ən yüksək zirvəsinədir. Növbəti yürüyüş nöqtəmizə doğru gedirik. Pico Ruivo ən yüksək zirvəsinə qalxasıyıq. Hardasa 6 kilometrlik yürüyüşdür, gedib qayıtmaq daxil. 1880 metr yüksəkliyə qalxasıyıq. Göstərəcəm sizə hər şeyi. Buludların üzərində olma ehtimalımız var. Ümid eləyirəm. Hava orada çox buludlu olmaz. Əsl belə yerli stal olur. Fərqli pul vaidlərdir, bilmirəm amma hansı. Lokamızda var. Burada siqareti belə maşınlarda satırlar. Vending machine. Pulu sarsınız buradan. Basırsınız knopkaya. Siqaret düşür. Zdaş da qaytarır. Prosta 10 euro. Salmaq olar, nə bilim belə. Sent falan. Bu nədir? Oo, bizə hədiyyə şey verdilər. Thank you so much. Thank you so much. Bu da çox ləzzətlidir. Havadadır. Bu da Dumbledore'un əsasıdır. Lord of the Rings'e baxanlar bilər. Burada yerli şərablar, çaxır falan. Bir də sendviçlərimizi gözləyirik. Gəlsin dadına baxaq görək. Necədir? Sendviçlərimiz də gəldi. Deməli, bu yerli Madeira çörəyidir, sarımsaqlı. Maraqlıdır. İçində nə var bunun? Yumurta, malatidir, pomidor, Madeira burger. What was its name? Prego. Prego. It's okay. Brazilian people can learn from the Portuguese. Slowly, the accent. And we Portuguese, we speak very fast. The words we eating. You drop some letters or Yeah, something. yeah, I see. yeah. The beginning of your business. Well, I start with a friend of mine. I was to help him in the shop. He had a takeaway, like a fish and chips, you know. Yeah. And after I bought my business, and I start myself. The first thing I have to learn is not English and not Afrikaans, the black languages. And it's 14 black languages. there is many. Yeah. And I have to learn about 5. I know to my speak God. him. Wow. Yeah. It's easy to communicate with him if you know his languages. Yeah. Yeah, because it's difficult. If you go then to speak English, the black people you look at you and they say, no, this one is, this guy is not. And if you learn his language, it's very easy. You got a lot of respect from him. Yeah? And I come back because I had 4 armed robberies in my shop. And I say, enough is enough. My life is more important than the money. And I come back to Madeira. Planımız dəyişdi biraz. Biz istəyirdik yüksək zirvəyə qalxaq, amma hava orada buludludur. Ora canlı göstərən kameralar var. O kameralardan baxıb görmək olur havanı. Xəbərimiz yox idi. İndi gördük ki, dumanlıdır. Dayı özü də dedi ki, getməyin. Ona görə bu gün gedirik São Vicente kəndini gəzməyə biraz, sonra da evə. Dostlar, hal-hazırda São Vicente sahillərindəyik. Bu şəhərin möhtəşəm mənzərəsi var. Dağların tam ətəyində olan balaca bir şəhərdir. Ümid edirəm videodan görünür. Burada surfingdən məşhurdur, dalğalardan görə bilərsiniz yəni. Gəldik, satdıq, indi qalxırıq dağın başındakı kilsəyə. Bütün bu kənd, bu vulkanik dağların tən ortasındadır. Hamısı böyük evlərdir, fikir versiniz. Balaca ev yoxdur.
Hamısı 2 mərtəbəli evlərdir. Torpaq neçədir burada görürsən, maraqlanmaq lazımdır. Bizdə rayonlar. Bir dənə 6 sotuq aldın yavaş-yavaş. Bala-bala tikirsən. Vay vay vay. Baxın bir dənə. Hələ buludlu deyil hava. Bu qarşımızdakı dağ tam görünmür. Fikir ver. Amma o necə 2 kilometr yola? Nədir 2 kilometr? O dağlar. 2 kilometr ən hündür zirvəsi. Dəniz səviyyəsindən hündürdür. Biz neçə metr hündürlükdəyik bu dəqiqə dəniz səviyyəsindən? Oyda, əməlli yolumuz var. Bunlardan hündür. Bazar düzü 4466. Hardadır? Azərbaycan Dağıstan sərhədi. Böyük Qafqaz. Bütün Şərqi Qafqazın ən böyük zirvəsidir. Bazar düzü. Var ha. 2000. Gəldik, çatdıq. Adam baş güdərlər. Dağın başındakı kilsəmiz. Nə qəşəngdir bu. Bu elə budur, bax balaca, ancaq yəni bu hissəsi var. Başqa hissəsi yoxdur bunun. Görə içinə girə bilirik mi? Yaman qəşəng tikilidir. Buradan mənzərə də dəhşətdir, düz bütün kəndə baxır. Oy da. Dostlar, bundan yaxşı timing yox. Bu tam olaraq kilsə deyil, bu nəsə. Nədir görəsən bu? Qapısı da bağlıdır, içəri girəmirəm amma. Ay, balaca kilsə dərsində, oturacaqlar falan. Görürsünüz, oturacaqlar var. Orada deyəsən Məryəmdir ya Jesus. Jesus oxşamır. Bir qəşəng balaca ibadətgah yeri kəndlilərin. Bura məsələn nəzir qutusudur. Donation, yəni nəzir. Bu da bizimkilər kimi nəzir qutusundan dala qalmırlar. Bu da qəşəng bir dənə bulaq. Bu nədir? Dəhşətdir. Burada yaşayan adamlar Allah qocalmaz. Biraz yaxına gəlin görək nə göstərir. Möhtəşəmdir. Həyətdə gəzirdim təsadüfən. Mango ağacı gördüm. Özüm də ilk dəfədir görmüşəm. Sizə də dedim göstərim. Baxın, bu mango ağacıdır. Özdə üstündə bir dənə də mango var. O, yaxşı. Hələ dəyməyib. Mandarin var burada. Bu da mandarin. Portugalski bir dənə götürdük. Mango məncə dadına baxmaq lazımdır. Bəlkə bilmirəm, dəyib dəyməyib, amma kəsib baxarıq dadına götürdüm. Ətimizdən yetişdirdiyimiz mango çaldı. Amma ilk dəfə idi ki, ağacdan mango dərib mango yedim. Yəqin hələ tam fəsli deyil, bilmirəm. Üzüncə marketdə satılan mangolar çox vaxt belə olur, yəni çal olur. Gərək evdə saxlayasan 1-2 gün sonra yumuşalır, pis deyil.